Salam dostlar, axşamınız xeyir olsun. İnşallah hamınız yaxşısınız. Səs kəsəcək, narahat olmayın. Əlavə səs var, kəsəcək. Dostlar, yayım yeni açılıb. Zəhmət olmasa ekranı bəyənək, paylaşaq. Ekran bəyənməmizi artıraq, zəhmət olmaz. Nə qədər ekranı çox bəyənsək, o qədər yayımımız qalxacaq yuxarı. Dostlar, bir neçə məni sev atın. Bir neçə məni sev atın, yayımımız qalxsın yuxarı dostlar. Məni sevlər ataq. Ekran bəyənməmizi artıraq, zəhmət olmasa. Ekran bəyənməmizi artıraq dostlar. Az sonra yeni adamları qoşacağıq. Yeni gələn hər kəs salamlayıram dostlar. Zəhmət olmasa ekranı bəyənəyin. Ekran nə qədər çox bəyənsə, yayımız o qədər qalxacaq yuxarı. Salam Rəhim bəy, buyurun. Müəllim salam, axşamınız xeyir olsun. Salam, axşamınız xeyir. Üzrlü sayın, narahat edirəm, vaxtınızı alıram sizin. Buyurun. Deməli, mənim dostumun başına bir hadisə gəlib bundan 6 ay əvvəl. Onunla bağlı müraciət eləmək istəyirdim. Yəni bu qanunla hansı tərzdə nizamlanmalıdır? Deməli, avtobus şoförüdür. Avtobusda rul arxasında olarkən belə deyək, əlində telefonla oyun oynayıb, yəni telefon əlində olub. Bunun da arxasında oturan sərnişin çəkib paylaşıb. İndi bu da sosial şəbəkələrdə bəlkə də qarşınıza çıxar. Bəzən mənim də çıxır qarşıma, amma konkret bilmirəm, həmin hadisədir yoxsa o deyil. Nə, bəlkə də görsəz xatırlayarsınız. İndi sadəcə bilmək istəyirik ki, bunun açıqlaması qanuni olaraq inzibati xəta ilə cərimələnməlidirmi, ya hansısa bir başqa... Bəli, əlbəttə ki, burada cinayət tərkibi yoxdur, inzibati pozuntudur və məsuliyyət alınmalıdır. İnzibati protokol yazılmalıdır. Protokolda yazılmır, iş orasındadır. Həm də bunun sadəcə işə buraxmırlar. İşdən çıxarda da bilərlər, əlbəttə ki. Həm inzibati cərimədir bu, həm də intizam işlədiyi yerlə münasibətdə intizam pozuntusudur və buna görə onu işdən azad edə bilərlər. Yəni bu tam qanunidir. Yəni bu barədə özünə də heç bir məlumat vermirlər. Sadəcə deyirlər ki, sərnişin daşımada iştirak edə bilməsən, yəni məlumat yoxdur bu barədə. Rəsmi bir nə sənəd, nə bir şey, heç nə yoxdur. Rəsmi olmamağı qanunsuzdur. İşə götürən bu barədə, yəni indi ona töhmətmi verib, şiddət töhmətmi verib, işdənmi çıxardıb, başqa vəzifəyə mi keçirib, bu barədə protokolla onu tanış eləməlidir. Adamın özünün məlumatı olmalıdır ki, törətdiyi inzibati pozuntuya görə onu hansı növ intizam qaydasında cəza veriblər. Bununla bağlı mütləq özü məlumatlandırılmalıdır və verilən cəzadan xəbərdar olmalıdır. Hətta onun şikayət eləmək hüququ var. Artıq rəsmi müraciət eləsin də, rəsmi məktubla müraciət eləsin ki, işə buraxılmamanın səbəbi barədə mənə izahat verin. Yəni onun cavabını biz sadəcə yuxarı ayna ilə dəqiqləşdirdik. Ayna bizə rəsmi olaraq qanuni bir cavab vermədi. Sadəcə sözdə şifahi olaraq cavab verdilər ki, sərnişin daşımada iştirak edə bilməz. Əmək müfəttişliyinə müraciət eləyin, əmək müfəttişliyi araşdırsın ki, səbəb nədir, niyə buraxılmır və hər hansı bir rəsmi əmr olmalıdır bununla bağlı. Mütləq əmək müfəttişliyinə müraciət eləsin. Bu onların işidir. Araşdırmaq. Aydındır mənim. Çox sağ olun, minnətdarım. Buyurun, təşəkkürlər. Salam müəllimə, çox sağ olun. Təşəkkür edirəm dəstəyi üçün. Salam. Salam Hacızadə, salam. Dostlar, bir neçə məni sev atın, zəhmət olmasa yayımız qalxsın yuxarı.
bu yayımı bura dünənki kimi qaldırmaq üçün ya kimsə mikrofonu, kameranı açıb danışmalıdır və yaxud hədiyyə atılmalıdır və yaxud məni sev atılmalıdır və yaxud da qışqır bağır salınmalıdır. Yoxsa yayım başqa cür yuxarı qalxmır. Vüqar salam. Salam aleyküm müəllim, axşamınız. Nətərsən Vüqar? Nə var, nə yox? Sağ olun müəllim, yaxşı olasınız, xoş yayınlar. İzləyicilərdən xahiş eləyək də, izləyiciləri salamlayıram, moderatorları salamlayıram. TikTokun yəni şərtləri var da əziz izləyicilər, xahiş edirik. Kimdə jeton varsa hədiyyələrdən ataq, izləyici sayımız çoxalsın. Bizim məqsədimiz burada insanları maarifləndirməkdir. Nə qədər çox insan burada olsa, o qədər çox insanları maarifləndirəcək. Məni sev atmayanlar məni sev ataq. Bir 300 dənə, 400 dənə gül ataq ki, bir də 500 min izləməni tez keçək, bəyənməni. Biz o izləməni, bəyənməni tez keçməsək, düşmürük. Yəni, hər adamın qabağına çıxmırıq. Qəlbsiz çox sağ olun. Buyurun Mehmet. Salam müəllim, axşamınız xeyir. Səsim gəlir? Salam, axşamınız xeyir. Gəlir, bəli. Buyurun, danışın. Mənim sizə bir cinayət işi ilə bağlı sualım olacaq. Buyurun. Deməli, hardasa 2 ay bundan əvvəl mənim doğma qardaşım başına belə bir hadisə gəlib. İş yerində tanıdığı iş yoldaşı tərəfindən bıçaqlanıb. 13 bıçaq xəsarəti yetirilib və əməliyyat olub. Yəni necə yazılmışdı? Daxilə nüfuz edən yoğun bağırsağın kəsilmiş, deşilmiş yarası ilə. Cəmi neçə bıçaq daxilə nüfuz eləyib? Deməli 2 bıçaq. Aha, digərləri bədənin yaqın aşağı ətraflarına, qoluna, bıçaqlarına. Üzünə atıb və qoluna, sağ tərəfə. Yəni toplamda 13-dür. İndi mən biraz öz məlumatım var. Deməli protokolla biz getdik qardaşımla birlikdə tanış olduq. Müstəntiq hal-hazırda 221.1, 221.3 xuliqanlıq maddəsi ilə bir də silah qismində istifadə etməklə xuliqanlıq maddəsi ilə cinayət işi açıb təqsirləndirilən şəxsə. 221.3-dən, bəli. 221.3. Ekspertizanın rəyi nədir? Xəsarətin ağırlıq dərəcəsi nədir? O soruşacağam da sizdən. Artıq hadisənin üstündən bir 55 gün keçib də, 2 aya yaxın müddət keçib. O gün mən müstəntiqə zəng elədim, qardaşım vaxtı vəziyyəti yaxşıdır da. Soruşdum ki, bəs şeydir də, bu ekspertizanın rəyi çıxıb. Müstəntiq mənə bildirdi ki, ekspertizanın təqsirləndirilən şəxsin ekspertizasının rəyi çıxıb, amma qardaşımın hələ ekspertizasının rəyi çıxmayıb. Mən də maraqlanmışam. Ekspertiza rəyi təqsirləndirilən şəxsdə də xəsarət var onda. Elə deyirlər də, təqsirləndirilən şəxsdə bu özünü müdafiə eləmək üçün ona 1-2 dənə yumruq vurub da. Onda bıçaq yarası yoxdur ki. Yox, onda bıçaq yarası yoxdur. Biz də belə işdə qardaşıma birinci dedi ki, sənin qardaşına da deyir cinayət işi açacağam. Bu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36-cı maddəsində zəruri müdafiə həddi var da. Qardaşım zəruri müdafiə həddini aşmayıb. O bıçağı vurub aşıb. Başa düşürsüz? Qardaşım aşmayıb amma. Qardaşıma burada heç bir cinayət işi düşə bilməz, xitam verilməlidir işinə. Çox sağ olun, təşəkkür edirəm. İndi hal-hazırda, yəni müstəntiqdən gözləyirik ekspertizanın rəyin ki, görə ekspertizanın rəyi nə vaxt çıxacaq. Bir də sizdən bir şey soruşum. Xəstəxana kağız verib qardaşıma arayış barəsində ki, onun həqiqətən də bağırsağı deşilib əməliyyat olub. Biz müstəntiqlə görüşəndə həmin kağızı mən müstəntiqə vermək istədim. Müstəntiq deyir ki, o kağızın bir kopyası məndədir. Düz deyir də, onun nə əhəmiyyəti var ki? Ümumiyyətlə, bəli, ekspertiza təyin olunubsa, tibbi ekspertiza, bəli. O ekspert artıq onun o sənədlərinin hamısını götürəcək, tanış olacaq, bunun xəstəlik tarixçəsini götürəcək, ondan narahat olmuyor. Ola bilər, əslində məhkəmə tibbi ekspertizası maksimum 1 ay müddətində rəy verməlidir. Qanunla belədir. Mən də Amma bəzi hallarda bu müddət uzaya bilər. Hansı hallardır? Məsəl üçün, ola bilər ki, qardaşınızın əməliyyatdan sonra bir müddət izlənilməsi prosesi var. Bu zaman ola bilər ki, biraz ekspertizanın rəyi uzaya bilər. Amma
artıq xəstəxanadan çıxıbsa, əməliyyat olunubsa, bu günlərdə yəqin ki, rəy veriləcək. Yaxşı. Yenə deyirəm, 221-3-ün özü ağır maddədir. Silah qismində istifadə olunan əşya tətbiq etməklə xuliqanlıq. Amma Məhkəməyə yenə deyirəm, bir də bəli. buna xəsarətlə bağlı verilsə ki, bu adam ağır xəsarət alıb, o zaman artıq 126-cı maddə tətbiq olunacaq və iş Ağır Cinayətlər Məhkəməsinə gedəcək. Bəs az ağır xəsarət verilsə necə? Az ağır xəsarət versə 221-ci maddə onu əhatə edə bilər. O da maksimum 3 ildən 5 ilə kimi iş düşür də. 2 ildən 5 ilə kimi məncə. O artıq az ağır cinayətdir də, ağır cinayət sayılmır. Bəs- Amma ikinci bir məqam ondan ibarətdir ki, Bəli. burada ölümə cəhd maddəsi də verilə bilər. Əgər 13 bıçaq xəsarəti yetirən adamın niyyəti nə ola bilər səncə? Öldürmək olar. Bəli. Mən Xəsarət- qardaşımla bir dənə üzr istəyirəm. Mən qardaşımla bir yerdə girdim ekspertin yanına. O 5 gün öncə xəstəxanada yatdı, çıxdı. Mən onun bütün o skoçlu yaralarını sökdü, o ekspert şəklini çəkdi. Dəftərində də 13 yara yazdı. Bir də əməliyyatı 5 sm-lik qarnın kəsiblər, yoğun bağırsağa görə tikiblər də yoğun bağırsağın. Yəqin ki, mən fikirləşirəm ki, ağır xəsarət verər. Bu çünki o hələ 2 ayda özünə tam gəlməyib. Ağır xəsarət vermək üçün bilirsiniz, burada nə tələb olunur? Yetirilən xəsarət həyat üçün təhlükəli olmalıdır. Əgər yetirilən xəsarət həyat üçün təhlükəlidirsə, yəni o tibbi müdaxilə nəticəsində onun həyatı xilas edilibsə, bu zaman xəsarət ağır. İndi hər halda onu ekspert qiymətləndirilə bilər ki, bunun xəsarəti ağırdır, az ağırdır və ya yüngüldür. Biz onu buradan ona qiymət verə bilmərik. Nə mən qiymət verə bilmərəm, nə müstəntiq qiymət verə bilməz, ümumiyyətlə heç kəs qiymət verə bilməz. O sənədlərə baxılmalıdır, anamnez toplanmalıdır, xəstəlik tarixi götürülməlidir, cərrahi əməliyyatın sənədləri götürülməlidir, ekspert özü vizual müayinə eləməlidir, danışdırmalıdır. Bundan sonra o rəyini verəcək. Rəydən çox şey asılıdır. Bir də sizə Amma yenə deyirəm ki, Bəli, bəli. 13 xəsarətin yetirilməyi və xəsarətlərdən ikisinin qarın boşluğuna keçməyi artıq burada ölümə cəhd amilini də mübahisələndirilə bilər. Yaxşı, indi bunları kimsə ayırıb, yoxsa özləri ayrılıb? Necə olub ki, bunlar ayrılıb? Yox, hadisə bunlar deməli belə olub da. Dükandan çıxıblar, gediblər çöldə dava eləyiblər. Yəni ki, belə tutaşıblar. Bu qardaşıma birinci yumruq atıb, qardaşım da özünü müdafiə eləmək üçün 1-2 yumruq vurub buna. Bu da çıxardıb soxub. Soxub da yəni konkret atıb. Atıb, sonra çəkilib. 3 dəqiqənin içində 13 dəfə bıçaq vurub. Üzünə də belə şıram kimi atıb qardaşımın. Ona görə də üzdə xəsarətin hətta silinməz dərəcədə üzün eybəcərləşməsi, yəni o onun üzünə bir dənə xəsarət yetiribsə və onun ortadan qaldırmaq mümkün deyilsə, qanunda bu ağır xəsarət gedir. Yəni sifətin silinməz dərəcədə eybəcər hala salınması. Tutaq ki, çapıq qalır. Da indi biz istəyirik o sağalandan sonra plastik əməliyyat elətdirək, cərrahla falan danışaq. Hadisə də mübahisələri də aradında söyüşə görə olmayıb da, işə görə nəsə mübahisələri olub. O da qardaşım izahatında yazıb da. Yəni arada heç bir söyüş zad faktoru olmayıb. O təqsirləndirilən şəxs də təsdiq edir ki, söyüş olmayıb, qardaşım da təsdiq edir ki, söyüş olmayıb. Prosta yəni biz bilmək istəyirik ki, hal-hazırda bu müstəntiq də 2 ay saxlaya bilir də iş özündə. Oje ayın 8-i 11-i 2 ay tamam olacaq da. İndi bu çox saxlaya bilər. Sizə kimdə 2 ay saxlaya bilər. Müstəntiq cinayət işinin istintaqını uzada da bilər. Hələ 221-3-lə elə bu 3 ay, 4 ay bunun ilkin istintaq müddətidir. 221-3-lə 3 ay ilkin istintaq müddətidir. Sonra uzada bilər yenə 3 ay, 2 ay, 1 ay. O müddət problem deyil. Müstəntiq onu uzadacaq. Yenə deyirəm, burada siz iki şeyə əhəmiyyət verin. Xəsarətin ağırlıq dərəcəsi barədə ekspertizanın rəyinə və qarşı tərəfin 13 bıçaq zərbəsi atarkən o hərəkətlərinə müstəntiq qiymət verməlidir. Bu, bunu öldürmək niyyətindən atıb, yoxsa xəsarət yetirmək niyyətindən atıb. Yaxşı, xəsarət yetirmək niyyətindən atıbsa, niyə 13 zərbə atıb?
Bunları ayıran olub, olmayıb, həmin vaxtı hansı sözlər deyib, buna deyibdimi səni öldürəcəyəm və s. və s. və s. Bunlar araşdırılmalıdır. Salam Rövşən. Aydındır, aydındır. Başa düşdüm. Çox sağ olun. Diqqətinizə görə minnətdaram. Allah razı olsun. Buyurun. Axşamınız xeyir olsun Müşfiq müəllim, necəsiz? Salam, axşamınız xeyir. Buyurun bəy. Allah səni məzardan qorusun qardaşım. Allah sənə can sağlığı versin, Allah ömür versin. Sağ olun. Müşfiq müəllim, minnətdaram. sizə bilirsən nə üçün narahat edirəm, başa dönün. Sizə qurban. Buyurun. Mən demək olar ki, alimentlə bağlıdır. Mən demək olar ki, 2023-də tutulmuşam alimentlə. Verə bilməmişəm, mənə tutublar. Mən bugünkü gündə də demək olar ki, vayne biletimə məhkumluq vurulub. Azərbaycanda ha tərəfə gedirəm, mənə işlə təmin eləmirlər. İş vermirlər mənə. Sən Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tutulmuşsan da, hə? Bəli. Nə qədər məhkumluq həyatı yaşadın? Bir il yatmışam. Bir il yatmışam. Mən bugünkü gündə mənə iş vermirlər. Mən özüm Neftçala rayonunda qalıram. Mən Neftçala rayonunda da bir dəqiqə iş gedir, o günəş panelləri ilə. Mən işlə təmin eləmirlər. İndi sənin məhkumluğun olub, özü də bu elə bir maddədir ki, bu kiməsə ağır xəsarət yetirməmsən, oğurluq eləməmsən, xuliqanlıq eləməmsən, alimenti ödəməkdən qərəzli boyun qaçırmısan. Bu aliment məsələsi də standartdır. Hamı bilir ki, belə bu elə bir ciddi məsələ deyil. Yəni cinayət hüquqi əhəmiyyəti baxımından. Yəni buna görə sənə niyə iş vermirlər ki? Səbəb ancaq budurmu, yoxsa başqa səbəblər var? Xeyr. Bir dənə səbəbi odur ki, vayne biletimdə məhkumluq vurulur. Məhkumluğuma görə götürülmür. Mən də deyirəm ki, mənim telefonumda baxın. 36.1-dir. Vayne biletdə niyə məhkumluq olur ki? Vayne biletə nə adiyyəti var ki bunun? Mən nə bilim, voyinkomatdan mənə zəng olundu ki, sən əgər vayne biletə vurulmasa, nə vaxtsa xarici ölkəyə sənin çıxışın qadağan olacaq. Nəyə çıxışın qadağan? Bunun voyinkomata nə adiyyəti var? Sən bunu sənə zəng eləyən anormaldır, başı çatmır. Sən hərbi xidmət eləmisən, vayne biletini alıb təmiz gəlmisən. İndi üstündən 20 il, 10 il keçib, sən gəlib mülkədə cinayət eləmisən. Onun sənin vayne biletinə nə adiyyəti var ki? Mən nə bilim, Allah'ın olsun, Neftçala rayonunda, voyinkomatdan Allah'ın olsun, məni elədilər, zəng olundu ki, vayne biletə sənin məhkumluğun olduğuna görə gətirməlisən ki, vayne biletə biz məhkumluq vurulmalıdır. Mən birinci dəfədir bu anormallığı görürəm burada. Vayne apardın sən də? Bəli, vermişəm, vurublar. Nə vurublar? İndi oxuya bilərsən sən onu bizə. Xeyr, mən biraz uzaqdayam. Prosesin danışıqları dünən də sizinlə mən əlaqə saxlamaq istədim, saxlaya bilmədim. Mən demək olar ki, bizdə bazar var, bazarın yanında dayanmışam, internetə qoşulmaq üçün. Müəllim beləncə idi məndə. Hansı rayonun səfərbərlik xidmətidir bu? Bu ki, Neftçala rayonu. Bildimi, bu tam qanunsuzdur. Yəni sənin hərbi xidmətin artıq olub, başa çatıb. Sən bir o vayne bileti ora aparanda, səni çağıranda bir-iki nəfərlə məsləhət eləsəydin ki, qardaş, bunun nə adiyyəti var ki? Mən onu burada prokuraturaya da demişəm, məhkəməyə də demişəm, deyir ki, vurulmalıdır. Yalan söhbətdir, vurulmalı deyil, elə bir qayda yoxdur. Bir dənə də söz deyim, Müşfiq müəllim. Demək olar ki, mən dünən də qaynatamla danışıram ki, mən demək olar ki, məni stopu götürdürür üstümlə. Mən Azərbaycanda iş verilmir. Mən çıxım Azərbaycandan gedim işləyim hayındasam. Mən özüm şoferəm. Taksi sürürəm. Sənə stopu alimentə görə icra şöbəsi qoyub. Onu götürməyəcəklər sənin üzərindən. Mən getdim dünənləri söhbət elədim. Dedi ki, qız gedib orada məsələn eləsə, qızla razılaşsın, götürə bilər. Qız da demək olar ki, atasına verib, demək olar ki, hər məsuliyyəti verib atasına. Atası da deyir ki, hayınla gedib pul qazanırsan, onu verməlisən. Mən də dünənləri icraçıların yanında olmuşam,
prokurorun yanında olmuşam, Neftçalada vəkil var, vəkilin yanında olmuşam. Vəkil də məsələn mənə başa salır ki, mən çıxıb orada çıxışımı eləyəcəm. Amma ki, uduzacaq. Mənlə o şeyində danışdı, razılaşdı mənə. Mən ona razılaşdım. Mən də gəlirəm ki, icraçılara deyirəm, yaxşı, mən işləmirəm, nəyinə ödəyim? Məhz yolun görkədin, mən də gedeyim o pulu qazanım, verim. Mən demirəm ki, boyun qaçırmıram. Mən bugünkü gündə Azərbaycanda iş vermirlərsə, mən nəyinə mən verim o pulu? Mən bu çatmır. Mən deyirlər ki, hainlə uğurlu olsun, get bu pulu tap, ver. Mənim deməli 2023-də məhkəməm olanda dedim, möhtərəm hakim, siz məni işlə təmin eləməlisiniz. İşlə əgər təmin olunmuramsa, məni işdən boyun qaçırıramsa, məndən uşaqlarıma pul göndərmirəmsə, bəli, mən sizinlə razıyam ki, məni tutarsınız. Bugünkü gündə məni işlə təmin eləməyə məni tutuqluyursunuz. Bir il iş verirsiniz. Dedim, mən yetimçiliklə böyümüşəm. Mən ata çörəyi yeməmişəm, anamın çörəyini yemişəm mən. Mən 11 aylıq olanda ata itirmişəm. Mən anam saxlayıb. Mənim nətər yanı deyil. İşdirsən, indi sənin uşaqlarını da anası saxlayır da, sən də aliment vermək istəmirsən. Daha sənin nə fərqin oldu şu? Yəni həyatda olmağının o uşaqlara nə əhəmiyyəti var ki? Mən bugünkü gündə işim yoxdur. Mən iş vermirlər. İndi də düşüblər, gəlin mən iş açmaq istəyirlər. Deyirəm ki, yaxşı mənə iş verin ki, mən işləyim o pulu ödəyim. Mən nəyinə ödəyim? Mən düyün, mən də birlikdə başımın çarəsini. Diqqətlə qulaq as. İndən sonra sənə cinayət işi o məsələyə görə açıla bilməz. Mümkün deyil. O məsələyə görə heç vaxt artıq cinayət işi qaldırıla bilməz. Çünki məhkəmə qətnaməsini icra etməməyə görə artıq bir dəfə məsuliyyətə alınmısan cinayət məsuliyyətinə. İkinci dəfə alına bilməzsən. Ancaq inzibati məsuliyyətə alına bilərsən və ölkədən çıxışına məhdudiyyət qoyulacaq. Aliment də ödənilməli. Neçə uşağın var? 2 uşağım var. Nə qədər aliment kəsiblər? Demək olar ki, işləməyə birinci 200 manat kəsmişdilər. İndi də kəsiblər 300 manat. Hərəsinə 150 manat da, hə? Bəli, bəli. Ödəmək lazımdır. 2 uşaq üçün 300 manat nədir ki, qardaş? Başa düşürəm, işin yoxdur, amma uşaq nəsə yeməlidir də. Mən başa düşürəm, Müşfiq müəllim. Başa dönüm, sizə qurban olum. Hamiyə də deyirəm bu sözü. Şöbədən beləsinə. Deyirəm ki, mənə deyin, yolun görkədin ki, mən gedim hayındasa işləyim, mən o pulu ödəyim. Get fəhləli elə. Fəhləlik eləyirəm, nənə başa dönüm. Bir gün o iş var, ikinci günü yoxdur. Özüm mən fəhliyəm, nənə, fəhlə babayam, nənə. İndi fəhlə bir nəsə qazanır da, ay qardaş, sən indi bu uşaq nətər dolanmalıdır, bunu kim saxlamalıdır, bu ananın ümidinə qalıb da bu. Mən başa Uşağın düşürəm. hərəsində 150 manat nədir ki, 150 manat bir dənə bazara girib çıxırsan 150 manat qutarır. İndi də bir də söz deyim sizə, mən 2020-ci ildə bunu dədəsinin evinə göndərdim. Söhbətli danışacağım, başa düşür. 2020-ci ildə mən bunu dədəsinin evinə göndərdim. Ondan sonra mənə zəng gəlir ki, oşum gedib bu. Başa düşdün də, boşanmısan da, düzdür? Xeyr, boşanmaya. Müəllim salam, axşamınız xeyir Müşfiq. Mən də sizi izləyirəm, qonşusuyam. Bu Tural elə olub ki, yoldaşın yollayıb qaynatası gilədə, atası gilədə. Ora gedəndən sonra başqa insana qoşulub qaçıb. Yəni boşanmaya gedib ailə qurub, ona görə uşaqların atası ilə anasının ümidinə bundan aliment tələb edirlər. O da gedib bu ailə qurub. Yəni bu boşanmaya ailə qurub, yenə də aliment tələb edir. Başqa evdə ola. Ay qardaş, başa düşdüm. Bu uşağa verir alimenti. Bunun qadına nə adiyyəti var? Cəhənnəmə qurub, qarayola qurub. Onun uşağa nə adiyyəti var ki, bu uşağa hökumət deyir ki, 150 manat pul ödəməlisən. Mən bildim, başa düşdüm də. Bu da getdi, boşandı. İndi qadın buna xəyanət eləyib deyim, bu uşağa aliment verməli deyil. Yox, mən Müşfiq müəllim sizinlə razılaşıram, hamı ilə razılaşıram. Mən bugünkü gündə Azərbaycanda iş vermirlərsə, mən neynəməliyəm? Mən bu çatmır.
Bu şeiri mən çatdıra bilmirəm özümə. Müəllim bu hara gedir? Mənim yanında işləyir də, mən ustayam, mənim yanında köməkçi kimi fəaliyyət göstərir. Bu hara gedir? Buna deyirlər ki, sən dövlət, məsələn, buradan Məşhur. çıxıb xarici ölkəyə getmək istəyir, başqa ölkəyə getmək istəyir. Mən bir ay 2 ay gedəcəm, deyirəm mən səni aparım, deyir mən getməyimə məhdudiyyət qoyulub. Bu bir. Onu İkincisi də ki, buraxmayacaqlar. Onu buraxmayacaqlar. Bəli. Mən əminliklə də deyirəm ki, dövlət də Ay, sağ bilir, olun. mən də bilirəm, sən də bilirsən ki, o xaricə getsə, o alimentə görə bir qəpik də pul göndərən deyil. hə, beləsi deyir getsəm göndərəcəm, amma belədir ki, bu hansısa bir dövlət işçisinə, nə bilim, Komırxozdur, nə bilim, hansı idarə işçisidir, yaşıllaşdırmadır, orada müraciət edir, deyir sizin həbsiniz var, sizi biz işə götürə bilmərik. Bax, o qanunsuzdur. Məhkumluğunu Həqiqətən. ödəyib bu adam, o qanunsuzdur. Mən İcra onunla hakimiyyəti- razıyam, amma alimenti ödəmək lazımdır. Hansısa formada ödəmək O mən lazımdır. sizinlə də razılaşıram. Müşfiq müəllim, mən də razıyam. O evladlar mənim evladımdır. Amma ki, bugünkü gündə mənə başa düşən yoxdur axı. Tamam, mən neyim İcra arkadaş? hakimiyyəti- O dövlətin problemidir. O mənim problemim deyil. Yox, axı. mən sözümü çatdırdım da, deyirəm ki, mənim çıxış yolum nətər ola bilər? Yox, sizdən müəllim biz bu məsləhət eləmək istəyirik. Biz sizə həmişə izləyirik, görürük, baxırıq da Sağ olun, sizin təşəkkürlər. Fəruza, Allah canınızı sağ eləsin. Yəni dəqiq, gözəl, yəni sözlər danışırsınız. Nə qədər borcuyum Bütün var? millətin xeyri. Bəli, Məndə dünənləri hamısını yoxlayıblar, 13 min mənim borcum var. Oyun yıxmasın. O pul ödənməyincə ölkədən çıxışın qeyri-mümkündür. Ya elə Mən də bunlara olmalıdır, deyirəm. ya da tələbkar tərəf, yəni yoldaşın tərəf, köhnə yoldaşın tərəf gedib icra şöbəsinə ərizə yazmalıdır ki, biz öz aramızda razılaşmışıq. Ölkədən çıxışına məhdudiyyətin aradan qaldırılmasını xahiş edirəm. O zaman hə, icraçı götürə bilər. Amma belə halda, başqa halda yox. Sən işə Mən dünənləri götürülməməyin- söhbət elədi. Sənin işə götürülməməyin məhkumluq amili baxımından qanunsuzdur. Ölkədən çıxışına məhdudiyyətin qoyulması qanunidir. Alimenti ödəməlisən. Yoldaşınla olan münasibətində buna heç bir adiyyəti yoxdur. İndi sən iş tapa bilmirsən, mən də sənin halına yanıram. Amma mənim də əlimdən gələcək bir şey yoxdur bu məsələdə. Yox, bildim, Müşfiq müəllim, mən prosta ki, məsləhət alıram ki, bunun, məsələn, yolun çıxışı nə ola bilər? Yolun çıxışı Mən bu odur ki, çıxışı tapa bilmirəm. müəllim çıxışındır dedi Bilirsən, sizə. Müşfiq müəllim, bağışlayın sözü də kəsirəm. Kəs də kəs, onsuz da Bəli, bayaqdan bəli. sözümü kəsmirsən, sən qulaq asmırsan ki. Bəli. Tamam. Oldu Müşfiq müəllim, çox sağ olun. Allah köməyiniz Sən olsun. çalış, sən Məsləhət. çalış, qarşı tərəflə nəyisə razılaşdır. Yoxsa Mən- belə alınmayacaq. Qılığına gir, nə bilim, xahiş elə. Uşaqların neçə yaşı var? Birinin 14 yaşı var, birinin də 15. Uşaqlarından istifadə elə, qoy onlar da anasından danışsın. Biraz dilini şirin elə də, elə bilirsən nətəri. Həm təkəbbürümüzü yerə qoymuruq, həm də əlimizdən bir iş gəlmir. Həm deyirik ki, yox biz boynumuzu aşağı əyən deyilik, üzr istəyən deyilik. Bu tərəfdən də ödəyə bilmirik. Bu tərəfdən də hökumətin verdiyi cəzana razılaşmırıq. Nə onu əlimizdən yerə qoyuruq, nə bunu əlimizdən yerə qoyuruq. Qardaş, uşaqların vasitəçi olsun, analarla danışsın. 14-15 yaşında uşaqlardır. Biraz özün də dilini şirin elə. Get bir hissəsini ödə, bir hissəsinə vaxt al. Deyirəm, söz ver ki, gedib işləyib qaytar, ödəyəcəm yavaş-yavaş. Bunu yəni bura çıxmaqla bu məsələ həll olan deyil. Mən məsləhətimi verdim sənə. Allah köməyin olsun. Ancaq ki, dünən də icraçılar da mənə dedi. Dedim ki, mən evi satmaq istəyirəm. Zəng elədim, dedim gəl 15 minlə razılaşaq. Onsuz da o uşaqların 18 yaşına öcə az qalır. Mən demirəm ki, mən o qaçacağam. Cehizi də lazım olsa da mən alıb verəcəm. Mənim üçün o fərq eləmir. Dedim gəl 15 minlə. 18 yaşı olsa da o yığılan alimenti ödəməmiş, ölkədən səni heç kəs buraxmayacaq. Mən Emin bəy, indi çox bir- sağ olun. Müşfiq müəllim, mən bir də bilirsən nə? Evi dedim gəlim satım, evi. Evi satım, 15 mini verəm sənə. 15 min verəm, gəl buna razılaşaq.
Alimentin başını bağlayaq. Amma ki o da mənim öz kişiliyimə, şərəfliyimə sıxışdıra bilməyəcəm. Mən qədər o pulu ödəyəcəm. Qədər mən pul göndərəcəm. Mənlə eləncə razılaşmır. Evimi satıram, evimi qoyuram, verirəm. Mən onsuz da heç nəyim yoxdur. Hamısı da anamın ayağındadır. Mən də deyirəm ki, gəl sataq, razılaşaq bu yolla. Məsələn, kirayə tutaram anam üçün ev, gedib qalar, mən də çıxım gedim. Amma ki, mən o pulu ödəyəcəm. İndi sən yoldaşının, köhnə yoldaşınla birbaşa özün danışa bilirsən, yoxsa vasitəsi var? Xeyr. Ailə qrubu, Niyə müəllim, ailə qrubu. Qardaş, bildim də, ailə qrubu deməkdir ki, bu indi uşaqların anasıyla danışmamalıdır. Yox, xeyr, Qrubu danışamam. da var. Yox, danışamam. İndi yaxşı onunla danışa bilmirsən, atasınla, anasınla danışa bilirsən. Bəli, atası ilə dünənləri danışmışam. Atası deyir, yoxum, mən səndən əl çəkməyəcəm, sənə qəd attıracam içəri. Elə bilirəm ki, mənlə bilirsən, Allaha and olsun Müşfiq müəllim. Burada axırıncı sözümü danışım, çox vaxt uzarlar. Mən Allaha and olsun deyirəm, mən qaynatamın yanında mən siqaret nə idi, mən çəkməmişəm. Elə orada səhv eləmişsən də, elə orada səhv eləmişsən. Elə siqaret də çəkməliydin, araq da içməliydin. Mən ondan elə bir dənə pərdə saxlamışam. Nə pərdə, nə pərdə, nə qaynatana niyə pərdə saxlamalısan, sən? Niyə pərdə saxlamalısın? Normal sivil münasibət qurulmalıdır. Normal nə olsun, qaynatadır. Nə olar ki? Bəli. Düppələmizə danışdı, müəllim. Oldu müəllim. Allah canı Allah köməyiniz olsun. Çox sağ olun. Sağ olun. Təşəkkür edirəm. Hörmətimiz böyük. Sağ olun, minnətdaram qonşular. Bəzən də elə fəxr eləyirlər ki, qaynatamın yanında nə məyusda durdum, nə bilim, əlimi düz tutdum, nə bilim, siqaretimi söndürdüm. Qardaş, hörmət eləyirsən, başqa şeylərdə hörmət eləyin bir-birinizi. Belə şeydə hörmət eləmək lazımdır. Yoxsa o formal müddədə babadan gələn o iyrənc o qanunlar, köhnənin qanunları. Sağ ol məzardaşları. Salam müəllim, axşamınız xeyir olsun. Salam xan, buyur. Baxışın narahat. Müəllim, sizdən bir şey soruşmaq istəyirdim. Mən özüm 2-ci Qarabağ veteranıyam. Sizinlə bir xırda bir şey məsləhət almaq istəyirəm. Mənə deməli, özüm azı dövlət işində işləyirəm. Zəng gəlib icra hakimiyyətindən, məsələn, təlimlə bağlı bir dəfə çağırıblar, bu belə deyim də sizə, nevroloji müalicə alırdım mən. Və kağız dedilər, gətirir, nevroloqun kağızını gətirib vermişəm voyinkomata. Üzr istəyirəm, hədiyyətən dostlar, avangard pərdə, çox sağ ol, əziz qardaş. Məzardaşlar, təşəkkür edirəm. Buyur xan. İndi də prokuraturaya veriblər, belə deyim də, deyirlər ki, hökmən təlim etməlisən və mənim də səhətim buna əl vermir və kağızlarda vermişəm. Amma dirəşiblər, deyirlər ki, getməlisən. O təlim belədir ki, ay dostum, o təlimlə bağlı səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət komissiyalıq deyil, o siyahını Müdafiə Nazirliyi verir. Və onlar onu dəyişə bilmirlər. Gərək sən oturub gözləyərlər, yerinə kimsə başqa adam olar ki, səni dəyişələr. O siyahı Müdafiə Nazirliyindən gəlir. Onlar müdaxilə edə bilmirlər ki, sən Müdafiə Nazirliyinə müraciət elə ondan. Səfərbərlik deyil bu məsələ. Bildim müəllim, yox, amma voyinkomatda mən kağız vermişdim axı. Özləri göndəriş vermişdilər, xəstəxanaya göndərmişdilər məni və həkim rəyi verilmişdi mənə. Və mən də o rəyi gətirdim. Səhhətində problem hardadır? Nədədir problem? Nevroloji müəllim. Belə deyim də, müharibədən gələndən sonra problemlər yarandı. Əsəb və s. Mən bəlkə 1 ilə yaxın... O kağızların durur, onların sürəti var özündə. Bəli, müəllim var. Onun birini göndər sürətini ərizənə Müdafiə Nazirliyinə, çünki siyahı oradan gəlir. Birini də səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinə. Bir də onların qaynar xəttinə müraciət elə. İnternetə gir bax, onların qaynar xətti var. Orada, yəni rayonla kifayətlənmə də baş idarəyə çıx. Rayona qalsa elə onlar basıb aparacaqlar səni. Bildim mənim, amma bir dəfə verdim onu. Bir il yoxdur, nə şeydən. 5-6 ay narahat eləmədilər. İkinci dəfədə və bu da üçüncü dəfədir. Üçüncü dəfədə deyirlər ki, prokuraturaya belə verəcəyəm, cərimə olunacaq. Deyirəm, mən 2 il xidmət eləmişəm də, əskər olmuşam. Yox, qanuni şəkildə verə bilərlər. Prokurorluğa verə bilərlər. Fərqi nədir ki, bu
Əskər olmusan, indi yenə toplanışa çağırılırsan. Ora getmək sənin vəzifə borcundur. Amma getməlisən, getməməlisən, o artıq başqa məsələdir. O sən sənədləri təqdim elə, gör, bəlkə o sənədlərlə doğrudan da sən qalmalısan və yaxud səni doğrudan da aparmalıdırlar. İndi o sənədlərə biz buradan qiymət verə bilmərik amma. Amma Aydın. yenə deyirəm ki, sən Müdafiə Nazirinə müraciət elə. Aydındır müəllim. Çox sağ olun müəllim. Minnətdaram. Vaxtınızı aldım, narahat elədim. Sağ olun, təşəkkürlər. Mahmudov, buyurun. Sağ olun Müşik benim. Çoktan da koşulmak istedim, koşula bilmirdim size. Buyurun. Ben 85-ci ildən zavodda işləmişəm, 99-cu il Əkimidə, Vredni zavodda. Yəni təqaüdçüyəm də. Yataqxanada qalırdım orada. Qaçqınlar gələndən sonra mən məzuniyyətdə olmuşam, mən də tələbə olmuşam da, Azidə oxuyordum. Orada yer olmadan ona göre mənə süpürgəçlər otağı vermişdilər. Belə sonra orada betonun üstünde yata bilmirdim, məlumat verdim. Bir xeyri olmadı ki, güya. Sonra geçti, zavod bağlandı, icra bankasına geçti. İndi de plana düşüb, mən də qalmışam qıraqda, kiməsə order veriblər. Mənə də deyirlər ki, sən üstünə düşməmişsən. Mən də onlara dedim ki, kanun onu demir, axır, kanun kimə düşürsə ona verməlisən. Niyə kimsə order ala bilir? Mən 40 il orada qalıram, mənə düşmür. Kanun onu diyor ki, üstünə düşmək lazımdır. Bu sözləri mən belə düşünürəm. İndi qalmışam belə arayış veriblər mənə CEK-dən icra hakimiyyətin. Deməli, adına otaq yoxdur. Belə bir arayış verirlər. Vatan xidmətdən arayış alındır Sən ki, belə başa düşdüm ki, Ağsaqqal, sənin adına heç bir sənəd verilməyib də, nə order verilməyib, nə sərəncam yox, nə bir şey. Yəni adına hər hansı bir sənəd yoxdur da, elə belə qalmısan da orada. O belə çıxırdı onda. yox, mən zavodda işləmişəm, məndən yataqxana pul tutublar. Ayda 4 manat, Sovet vaxtında belə deyək də. Eynilə həmin adamlara kimə order verib, onlar da mənim günümdə olubdu. Amma bilməm ki, onlara order verilib. Deyəndə deyirlər ki, onlar üstünə düşüb. Mən ona dedim ki, kanunu demir ki, kimsə üstünə düşüb, ona order verilməlidir. İndi sənin adına order yoxdursa, indi biz nə deyək? Bizim o işdən xəbərimiz yoxdur. Kiməsə veriblər, mənə verməyiblər. Həmən eyni adamlar da. Elə bir ki, siz də orada işləyirsiniz, mən də orada işləmişəm də. Niyə kiməsə veriblər? Qardaş, indi bu sənədləşməlidir də, bu adına order verilməlidir zamanında. İndi sən bu müddətdə, bu 30 ildə bir dəfə maraqlanmamısan ki, ay qonşu, sənin adına order var, yoxdur. Ola bilməz ki, sən bundan xəbərsiz olasan. Vallahi xəbərim olmayıb. Ya indi onu mən nə deyim, vallahi. Yox, mən o vaxtı prezident aparatdan məktub yazdım, 4 il bundan qabaqda. Mənə yazdılar ki, Sumqayıtın Cekidir, Nəricirada, oraya getdim, oraya işə baxan. Qayıtı dedi ki, güya yataqxana müvəqqəti yaşayış yeridir, güya sən dedi, yəni heç nə deyə bilmərik. Belə rəsmi cavab veriblər. Amma üstündən bir xeyli keçəndən sonra amma kiməsə order veriblər orada. Mənə vermirlər, mən başqa biləm. Mən də ona dedim ki, mənə deyir ki, orada açıq-açıq deyir ki, onlar üstünə düşüblər. Mən də onlara qayıt dedim ki, qanun onu demir, arkadaş, qanun kimə palacında ona verilməlidir ki, nə tərə o üstünə düşüb. Mən bu sualı onlara verdim, icra hakimiyyətinin üzrə də verdim. Getdim orada. Mən də dedim ki, mən daimi yaşayış yerim vardı, orada qeydiyyatda, yəni daimi yaşayış yeri kimi göstərilirdi. 20-ci maddə var, Konstitusiyanın 29-cu maddəsi var. Mən bunları onlara dedim. Dedim, qardaş, bu Konstitusiyanın qanunu var da, yəni ki, biz burada daimi yaşayış yeri nə deməkdir deyirəm. Mən 40 il mən burada qalırım, sən kiməsə orada vermirsən, mənə çatanda deyirsən ki, sən üstünə düşməmsən. Deyirəm, qanun belə deyir ki, qanun kimə düşürsə ona verməlidir. Təxmini neçə ildə ora sahiblik edirsiniz, istifadə edirsiniz oradan? 85-ci ildən bu vaxta kimi. Siz vəkil tutun, vəkil bu məsələni həll edə bilər. Yəni məhkəmə qaydasında ala bilər oraya. Onlar deyir ki, xeyri yoxdur, bir xeyli güya məhkəmələr olub, güya göstərirlər mənə bir xeyli kağız-çuğuzları, yəni heç bir şey xeyri yoxdur deyir. Belə şey deyirlər.
Amma dünən icradan mən zəng məktub yazanda bu maddələri göstərdim. 20-29 maddələri onlara göstərdim ki, belə daimi iş yerində əmirlərlə, hansı vəzifələrdə, ixtisaslarda işləmişəm, əmirlərlə hamısını yazdım. Mahmudov, bu məsələni burada artıq müzakirə eləməyin əhəmiyyəti yoxdur. Siz bir dənə vəkil tutun, vəkil bu işlə məşğul olmalıdır. Bunu yəni burada biz həll edə bilməyəcəyik bu məsələni. Bildim, bu qanuna uyğundurmu? Bunu öyrənmək istedim ki, bu nəyə görə mən daimi iş yerindən yəni belə uzaqlaşdırırlar da, bu qanuna zidd deyilmi? Vallahi mən onun elə dərinliyini buradan deyə bilməyəcəm onu. O işin içinə girib. Bilirsiniz, mən daimi qeydiyyatdayım. Başa düşsəm, biri var ki, bir müvəqqəti qeydiyyat Mən də olsun. başa düşdüm də, daimi qeydiyyat hələ sənəd demək deyil. Biz nətər, mən çöldə qalmalıyam. Başa düşdüm də, əzim. Mən də deyirəm, vəkil tutun, versin məhkəməyə, ancaq yolu budur. Başqa cür heç nə əldə edə bilməyəcəksiniz. Ancaq məhkəmə ilə ya ora yaşayış hüquq almalısınız, ya nə bilim çıxarış almalısınız. Bunun ancaq yolu məhkəmə yoludur. Bəlkə bu prezident aparatı Salam Müşfiq müəllim, hər vaxtın xeyir. Tamam, aqibətiniz xeyir olsun. Buyurun. Müəllim, bundan sonra adam qoşmarsınız da. Aha, buyurun. Müşfiq müəllim, mən o vaxtı evlənmişəm. İndi arvadım aralanıb. 29 yaşında zorla mənə verdilər. Mənim də 30 yaşım var idi. Kənddə getdi, qaldı 2 uşaq olandan sonra aliment davası döyür. İndi uşaqları Sumqayıta gətirib də. Mən xahiş edirəm, bu barədə sizdə böyük hörmətim var. Siz böyük adamsanız. Nə bilim, deputatlarla, onlar kimlərlənsə danışanda dersəniz, bu aliment ləğv olunsun. Mənə deyib ki, öy ver, yığılan alimenti ver, alimentdən imtina edirəm. Gədəbəyin məhkəməsinin peçatı var verdiyi kağızda. Xoşgədəm xanımın verilişində olmuşam. Məndən əl çəkmirlər. Gədəbəydə adamları var. Məhkəmə deyirəm, xitam ver, mənim işimə Bakı baxsın, baxan yoxdur. Bu aliment kişilərin belini qırıb. Bəzi qadınlar gedir, 2 uşaq qazanır, ondan sonra səhvlik dalından gedir. Başınıza dönüm. Bunu bütün millətə yayın. Bu aliment ləğv olmalıdır. Bu nə işdir? Mən haranın daşını başıma salım. Ay Müşfiq müəllim, qadan qalım, sizdən xahiş eləyirəm. Mən bir şey bilmək istəyirəm. Bu qızı sənə zorla nətər veriblər? Sən almayandan sonra bunu nətər verdilər zorla sənə? Vallahi təriflədilər, tərifini al Osmana çıxartdılar. Papamın qohumuydu, papam rəhmətliyin. Papam da dedi, alsan bu da almasan bilmirəm, halallıq verməyəcəm. Bax, Qurana and olsun, bu axşamlar haqqı. O formu da aldılar, papamın xalasının nəvəsi idi. Mən aldığım qancıq. Yox, təhqirə çəkmə də, indi təhqirə çəkməyə hər halda Bu axşamlar haqqı səfi, ən eksik, ən alçaq adamlar imiş. Adam tanımır. Bağlı puçadı geyib alıb gətirirsən. Sən demə, qaynanam ən axırıncı yoldaymış. Qurana and olsun. Yəni bundan da Ay kişi, danışıqla fikir ver. Bura Açıqla canlı fikir yayın. verirəm. Ay Qardaş, qardaş. sən kimsən, onların adamsan ki. Mən olan söz deyirəm. Ay bu Ay sən Müşfiq sağ ol. müəllim, qadan alım. Son həddə ona çatıb ki, mən şəhərdə işləyirəm. Mən mart ayında gəldi məhkəmə apardı. Deyirəm, kimə xitam vermir. Adamlar var orada. Mən demişəm, aliment verməyəcəm. İş o yerə qalıb ki, 1200-1300 manatdır. Bir dənə 5 açılan götürüb qaçaq nəbi kimi, Koroğlu kimi, nə bilim ondan sonra o qaçaqlar kimi qaçaqlıq eləyəcəm Allah haqqı. Məni o həddə çatdırıblar. Aliment yazıblar sənə 2 uşağa görə, hərəsinə. Bir qəpik verməyəcəm, öy almışam. Öyümün çin əşyalarını ata yurdumdan da gətirib həmən o kəndə. Onu da verirəm. Ondan sonra qızıl zad almışdım. Allah xeyir verməsin. Qapı məndən bircə uzaq dursun. Xahiş Dostum, edirəm. indi bu başa düşdümü? Bu qızı sənə məcburi alıblar. Bu uşaqları da məcburi gətirmisən dünyaya, yoxsa könüllü gəlir? Uşaqlarımı versin, saxlayıram özüm. Uşaqlarımı versin, bəlkə mən daş yeyəcəm, daş yeyəcəm. Pendirlə çörək yeyəcəm. Bəlkə mən qatıqla duracağam. Gücüm nəyə çatı, imkanım onunla saxlayacağam. Fəhlə adamım. Bir gün iş olur, 5 gün olmuyor. Ay müəllim, başına dönüm. Bu sən Gədəbəylисənmi? Bəli. Gədəbəyin harasında yaşayırsan? Pirbulaq kəndində yaşayıram. Köhnə adı Spasovka olub. Uşaqların neçə yaşı var? Biri 15-ci ildir, bir də 2018-ci ildir. Uşaqlar qupquru quruyub. Mən Qarabağ təzallananda bu Qələbə parkına gətirmişdim.
adı nədir, uşaqları. Getdim uşaqları gördüm, uşaqlar yekələnməkdən balacalanıb. Quran and olsun, hə, səfkilik eləyirlər, uşaqlar da nə yiyib, nə içib. Uşağımı versin, özüm saxlayacağım. Yaxşı, bu məhkəmədə baxılanda bu uşaqları sən istədinmi? İstəmişəm, onların sözünü deyir. Bir əmsi var, quldurdu, köpək oğlu Gədəbəydə İbrahim. Qabaqda başım üstəntik işləyib, bütün polislərlə öpüşüb görüşüb, rəislərlə. Ondan indi də Ağsaqqallar Şurasındayız. Buna məhkəmə baxır və polisi buraya yalandan qaçmaq lazımdır. Dostlar, ağız-ağıza öpüşürlər. Qıraqdan baxıyorum ki, o da orada ağız-ağıza öpüşür. Gedirim məhkəmə onun sözünü deyir. Deyirim dostunuz, onun sözünü deysin. Deyir dostluq, onun ayrı yer var, bunun ayrı yer var. Sən deyir, alimentini verməlisin. Deyirim, ön yıxılsın, bu sənin peçatıydı. Burada yazıb ki, müəllim, xahiş edirəm, bax, mən bu adı nədir, səhifəmdə var, həmən verdiyi kağızda. Deyirim, burada sizin adı nədir, zadınız var, pesatınız var. Deyib ki, 2000 manat versin. Qaradağ kəndində aldığımız evdə versin, alimentdən imtina eləyirəm. Mən də kasıb adamım, verirəm, çıxsın, cəhənnəm olsun, əl çəksin, geçsin. Ana, mənim yanıma dorğanmağa mı gəlir ki? İndi qulaq as, əgər sən ev vermək istəyirsənsə və qarşı tərəf bununla razılaşırsa, sən heç özün bu məsələyə qarışma. Sən görürəm əsəbi adamsan və köhnə belə deyək də həyat yoldaşına qarşı da hardasa çox bir əsəbi durumdasan. Onu mən başa düşürəm. Amma bəlkə ən yaxşısı belə olar. Sən bir dənə vəkil tut orada Gədəbəydə. Maşallah Gədəbəydə yox, ay Müşfiq müəllim, qadan alım, məyin altın dönün, başına dönün, bu Bakıda elə. Gədəbəydə bütün vəkillər də İbrahimlə qorxur, quldurdu, baş kəsəndir. Nə bilim adı nədir? Vəhşi kimi onu tanıyırlar orada. Manyak kimi tanıyırlar. Pul ölsüdür. Mənə xahiş eləyirəm, Gədəbəydə yox, Bakıda nə lazımdır hörmətiniz eləyəcəm. Burada vəkil tutaq. Mehriban xanıma həmən o verdiyi kağızı, adı nədir? Mehriban xanıma göndərin. Bilmirəm, poçtdan göndərilir. Heydər Əliyev fondundan göndərilir. Mən fəhlə adamam, gündə iş dalından gedirəm. Fəhləliyimin dalından gedirəm valla. İndi qulaq, sən onlara ev vermək istəyirsənmi? Bəli, aldığım evi vermək istəyirəm. Qancıq öz də dilindən o formu kağız verib. Xoşqədəm xanımın verilişinə çıxmışdım. Həmən onu da oxudu. Sən çıxmışdın Xoşqədəm verilişinə. Bəli, bax həmən bu səhifəmdə də var. Dedi, Xoşqədəm xanım da oxudu ki, ay qız, bu kağızı sən veribsin. Deyirsin, Qaradağ kəndində yerləşən evi. Prosto bilmirəm, bildiyimi müəllim, qadan qalım, ay Müşfiq müəllim. O Səbuhi var idi. Pulu aldı da, gedin səhər gələrsiniz, işim var, belə oldu, elə oldu. Pulu aldı da vermədi. Həmən bax onu da burada səhifədə qoymuşam, adı nədir? Pulu götürdü. Səbuhi kimdir? Səbuhi icraçı idi, Gədəbəyin icraçı idi. O pulu götürdü də getdi. Notar usta mənim işimi həll eləmədi. Əmə qancığın dilindən elə bir kağız alıb. Yaxşı, gəl belə danışaq da. Sən əgər ev verib qarşısında alimentdən onlar imtina eləyəcəksə, bu mümkündür. Razılaşma bağlana bilər. Amma yenə deyirəm, alimentdən imtina bəzən görürsən ki, sonradan məhkəmələr tərəfindən qəbul olunmur ki, aliment uşağın hüquqlarının müdafiəsindən bağlı verilən məsələdir. Burada biraz diqqətli olmaq lazımdır. Ona görə bunun üstündə oturub fikirləşmək lazımdır. Bunu birdən-birə elə mən ev verirəm, sən aliment istəməyəcəksən. Yəni bu cür müqavilələr bəzən keçmir. Allah köməyin olsun, ay Müşfiq müəllim. Ona görə diqqətli olmaq lazımdır. Yəni dilindən kağız verib. Valla mən də kasıb adamam. Elə ölənə kimi mən arvad aldım ki, uşağım olsun, uşağım bana baxsın. Bunlar mənim başıma olmazını oynaşdı. Mən balalarıma 5 qəpik pul dalından getdim deyən. Bunlar da mənim başıma olmazını oynaşdı. Qulağı boyda doğrayacağım. Hələ deyək ki, barışsınlar. Qulağı boyda doğrayacağım. İbrahim bax buradan bəlkə də sizin verilişə baxıyor eşidir. İbrahim köpək oğlunu dədəsinin anasının beyninə itin poxunu töküb. Beşatılan alıb qaçaq nəbi, Koroğlu, nə bilim o keçmişin qaçaqlar yalan olacaq Allah haqqı. O meşələrdə bütün bunların nəslini pisəcəm. Məndən deyilən uzaq dursun, xahiş eləyirəm. Yaxşı, biz buradan deyirik səndən uzaq dursun, amma o cinayət xarakterli fikirlərdən əl çək. Müəllim, məni məcbur eləyirlər, başına dönüm, dilimdən kağız verirlər. Bir qulaq as. Bəli. Alimentə görə gəlib adam öldürmək olar, dəli sənsə. Kişi uşağımı versin, qadan qalım, özüm saxlayıram.
Uşaqla məni görüşdürün. Uşağı versin özüm saxlayırım. İndi uşağı məhkəmə ona verib də. Verib və görüş verməlidir. Niyə vermir? Görüşlə bağlı rəsmi müraciət elə məhkəməyə, qoy məhkəmə konkret günlər müəyyən eləsin ki, hansı gün, hansı saatda sən görüşə bilərsən. Məcburi qaydada. O deməklə deyil ki. Vallahi nə elim ay Müşfiq müəllim, qadan alım. Gədəbəy məhkəmələri onun Sən sözünü deyir. ümumiyyətlə türmədə olmusan ümumiyyətlə. Xeyr, əskərlikdə olmuşam və salam. Bəli. Səni aparıb bircə həftə türmədə saxlasalar, deyərsən ki, qardaş, mən qələt eləmişəm, məni buradan buraxın, gedim alimentimi ödəyim. Adam öldürüb türmədə 10 il, 15 il yatmaq elə bilsən azaddır, 20 il yatmaq. Quran haqqını ay Müşfiq müəllim, elə daha bir hala gəlib çıxmışam. Belə 1 milyon pul da olsa mən aliment verməyəcəm. O şeyləri biz görmüşük. O qaçaq nəbidə bir kişi olmayıb, sana deyim onu, biləsən burada. Normal kişi uşağına baxan kişidir. Qaçaq nəbi də bir fərqli kişi. Versin uşağımı saxlayıram. Mən uşağımdan imtina eləmirəm. Versin uşağımı özüm saxlayıram. Yox, indi hər halda uşağı məhkəmə ona verib də. İndi sən apellyasiya məhkəməsinə məndən uzaq dursun. Ev verirəm. Evi də verirəm əl səsinə. Ay Müşfiq müəllim, gör nə deyirəm. Sizdən xahiş edirəm, qadan qalım. Mən bu Bakıda işləyirəm indi hal-hazırda. Poçtla mı məktub göndərə bilərəm Mehriban xanıma, yoxsa da adı nədir? Heydər Əliyev fondundan mı? Yox, fondu neynəyəcək? Heydər Əliyev fondu neynəsin sənə? Yox, Mehriban xanıma bax, o verdiyi kağızı zadı adı nədir? Zad eləyib, yaşadığım evin zadın şəklini çəkim, Mehriban xanıma atacam. Bu nədir, arvadlar nəyəğinin altından kozur verib valla. Ay qardaş, o qanunu Milli Məclis qəbul eləyib, onun Mehriban xanıma nail. Ki Milli Məclis qanun eləyib, çox da nə haq eləyib, indi də ləğv eləsin. Deməli ki, bir kasıva verəcəklər rayonun ucqar yerinə birinə, hə bu insan yaxşıdır, bundan damazlıq tutmaq olar. Ondan sonra da 2 uşaq olandan sonra aliment davası döysünlər. Bax, yalan deyirimsə deyən ay Müşfiq müəllim, qadan qalım, deyən yalan deyirsən. Yalan demirsən, amma düz demirsən. Həm yalan deyil, həm düz deyil də, yəni. Vallahi nə deyim, sən aliment ödəməyə sən borclusan. Çünki o uşaqlar sənin belindən gəlib. Qonşunun uşağı olsa deyərsən ki, ay kişi 40 yaşım vardı. 40 ildə qazandığımı onlara verirəm. Dana Gədəbəydən ev aldım. Qızıl aldım. Dədə yurdumun veşini gətirib, qəbələrini, qabını, qaşığını, nə bilim nələrini sayım ki, sımavarını, hamısını gətirib Sumqayıta. Əl çəksin, evi də verirəm, adına keçirdirəm, məndən əl çəksin. Yığılan alimentini də vermişəm. Bax, bu səhifədə bir, həmən o var, baxa bilərsəniz orada da. Da ölənə kim elədi, mən onda bunlara mı işləməliyəm ki? Qulaq, sən Instagramda yazarsan mənə, mən sana bir vəkil verərəm, sənin bu müqavilə məsələnə kömək eləyər. Allah köməyin olsun, yaxşı Müşfiq müəllim, qadan qalın. Amma qaçaq nəbi olmaq fikrindən vaz keç, o yaxşı fikir. Yox, bərk gedən atalıq da vallahi elə həddə gətirirlər, Quran and olsun. Yox, onun üçün gələk sən at da alasan hələ. At da alacam, ay qadan qalım, o çöllərdə, biyabanlıqlarda, meşələrdə yatacam. Mən heç nədən də qorxası oğul deyiləm. Gecələr ki, meşələrdə qalan adamam, çöllərdə qalan adamam, təkcə. Allah xeyir versin, nə deyim, yazarsan orada, yazarsan. Yaxşı, Allah köməyin olsun, Müşfiq müəllim, ya. Vüqar, buyur ay Vüqar. Nə demək istəyirsən? Yeni gələn izləyicilər salamlayırıq. Səhifəyə takib atmayanlar, Müşfiq müəllimin adının yanında polis işarəsi var. Zəhmət olma səhifəyə takib ataq, hədəfdəki hədiyyələrdən ataq. Məmsi də müəllim 200 min eləyək, sonra adam qoşaq. Dostlar, zəhmət olmasa bəyənməmizi artıraq. Bir də yayıma dəstək verin dostlar. 1100 nəfər adam var. Yeni gələnlər hamısı adımın yanında yuxarıda plus işarəsi var. Ona basıb kanala abunə olun, xahiş edeyim. Bu dostumuz elə bilir ki, adam öldürüb, at alıb meşələrdə qaçmaqla canını qutaracaq. Ta demir ki, indi dronla, başının üstünü dronla alırlar ki, hardasa. ...1200 nəfərik dostlar. Zəhmət olmasa ekranı bəyənək və paylaşaq. Xahiş edirik, yayıma dəstək olun, izləyici sayımız düşməsin. Hədəfdəki hədiyyələrdən ataq.
Bizdə yuxarıda hədəfdə hədiyyələr var dostlar. Onlardan açsaz yayımız düşməz aşağı qalxar. Buyurun Mircəlal. Salam Müşfiq müəllim, axşamınız xeyir olsun. Salam, axşamınız xeyir. Allah sizin köməyiniz olsun, Allah sizə səbir versin. Allah sizi bizlərə çox görməsin, çox sağ olun. Adam Təşəkkürlər. normal bir şey tapıb baxır, qulaq asır, öyrənir nə elərsə. Öz dərdimi deməmişdən qabaq o qardaşlar alimentlə bağlı danışanlar ki var, o vermək istəməyənlər. Onun Buyurun. bir kəlmə onun barəsində icazə versəydi söz deyərdim. Buyurun, buyurun. Bilirsiniz bu yazıqlar niyə belə fəryad edir? Əksəriyyətində o alimentin pulunu alandan sonra o uşaqları səfil günündə yaşadır qadınların əksəriyyəti. Özləri kef çəkirlər kişinin pulu ilə. Bu yazıqlar da onları görürlərmiş bilməm. Yəni mən belə tanıdığım adamlar var, bir neçə nəfər. Ona görə belə rahat şəkildə deyə bilirəm, amma yenə hər halda uşaqlarına görə məsələn özləri baxa bilməz. Amma qardaş deyir ki, mən özüm baxaram da uşağıma versinlər mənə. Ona görə biraz yanıb tökülür. İndi insan yaşayır yaşadmaqdan ötəri də evlad sənindirsə, dünyaya gətirmisənsə 18 yaşına yox, ölənə qədər insanın borcudur ki, evladını diqqətdə saxlasın, Çok sağ olun. təlim, tərbiyəsi ilə, ədəb ərkanı ilə məşğul olsun. Hər halda Allah hamının köməyi olsun. İndi Müşfiq müəllim, mən öz bir məsələ var, onu məsləhət eləmək istəyirdim sizinlə. Deməli, 2022-ci ildə bir dənə maşın arendaya gətirmişik. Kia Rio maşını. Günü 25 manatdan 36 ay pul ödənilməlidir maşın üçün. Müəyyən bir müddət, yəni ki, elə ara müqaviləsi ilə də kəlmə ilə belə maşını gətirilib. Sonra təxminən 7.000 manat pul ödəniləndən sonra, 6.000 manat pul ödəniləndən sonra bu maşın sahibi deyir ki, gəl müqavilə bağlayaq. Müqavilə bağlanır 21.000 borcuna. 21.000 borcuna. Sonra da bu məlum məsələlər ki oldu, bu taksiyə buraxılış kart məsələsi, maşınların il söhbəti oldu. Artıq bu maşın taksi fəaliyyəti göstərə bilmədi. Yəni maşın qazanc gətirə bilmir. İndi gəlib məsələ elə həddə çatıb ki, maşın üçün 20.000 pul ödənilib. Bugünkü gündə maşının bazar qiyməti, bu gün məsələn çıxardıb o maşını satasan 7-8 min manat pul eləmir də, dəyəri yoxdur o maşının. 2008-ci ilin maşınıdır. Bu maşın üçün də Təşəkkür. maşın üçün də elə bundan sonra deyim də təxminən bir 7.000 manat da pul ödənməlidir. Maşına da qərardat deyilən bir şey var da, həbs qoyulub maşına. Həmin maşın sahibi baydan gedib pul gətirib, kiməsə zamin durub, məhkəmələr tərəfindən bunun bütün əmlakına həbs qoyulub. O bağlanılmış müqavilədə də var ki, bu maşının pulu ödənilib qutarılana qədər bu maşın həbsə qoyula bilməz. Bu maşının üstündə heç maşının mülkiyyətçisi belə heç bir hərəkət eləyə bilməz də. Ta pul ödənilib qarşı tərəf belə deyək də, çünki mən müqavilədən imtina edirəm, qarşılıqlı razılaşma olmalıdır bu. İndi bu maşının elə bir ki 7.000 manat adam deyir ki mənə pul ver. 20.000 manat da verilib. Yəni ki o hələ vaxtında məsələn maşının qiyməti 12-13 min manat olub. İndi məcburiyyətdən insanlar nələrsə edir ki, axı 5 manat çörək pulu qazana bilsin. Gəlib indi elə bir həddə çatıb ki, maşın üçün 7.000 manat pul istəyir. Bugünkü gün maşının qiyməti 7.000 manat, 20.000 manat da pul ödənilib. Nə dala getmək olur, nə qabağa. Bunun üçün bununla bağlı bir məsləhət istəyərdim sizdən. Ola bilər bu vəziyyət bir neçə nəfərdə də, bir çox insanda belə hallar yəqin ki baş verib. İndi biz bilmirik də, məsələn, o müqavilə ki bağlanmışdı, o müqavilədə 20 müqaviləni demək olar ki pulu ödənilib, az bir miqdar bağlanıb. Amma ümumi aramızda olan danışıq 27.000 manat olub da. Başa düşdüm. Mircəlal, bu sırf mülkü məsələdir bu. Artıq bu mübahisə yaranıb, bu məhkəmə qaydasında həll olunmalıdır bu. Yəni məhkəmə qaydasında indi mən məsəl üçün adama deyirəm ki, gəl sataq maşını, bölək. Mən razıyam ki, bu axır məsələ qutarsın da, yarısı sənin. Deyir, yox, hələ hamısı mənim. Başa düşdüm, bu artıq mülkü mübahisədir. Bunu nə polis baxan deyil, nə prokuror baxan deyil bu məsələyə.
artıq sizin aranızdakı razılaşmalar pozulub. Ona görə bu ancaq mülki qaydada məhkəmədə həll olunur. Bunu vəkil tutub məhkəməyə verə bilərsiniz. Allah kömək. Yox, biz siz nə soruşmaq istəyirdim sizdən ki, yəni burada eləsək nəsə xeyrimizə bir şey ola bilər, yoxsa hələ arı yerdə boş söhbət vaxt gedəcəksə, deyək ki, aparsın maşını, yaxır nəsə qutaraq məsələni. İndi o adamla da dalaşmırıq. Gəl belə danışaq dostum. Instagramda yazarsan mənə, mən bir telefonla səninlə danışaram. Tam burada aydınlığını mən səndən soruşsam, vaxt gedəcək. Oldu. Mən sənə baş salaram orada. Perspektivi olsa verərsən, olmasa yox. Oldu. Yazaram sizə. Oldu, sağ olun. Dostlar, hədiyyə atan hər kəsə xüsusi təşəkkürümü bildirirəm. Avangard Mebel sağ olsun, bizim bütün papaq hədəflərimizi qurdu. Milana xanım sağ olsun. Digər dəstək olanların hər birinə zəhmət olmasa təşəkkür eləyirəm. Əziyyət çəkirlər dostlar, minnətdarlığımı bildirirəm. O Miraç kimi idi onu səssiz atdınız. Onu bir dənə səssizdən çıxardın. Yazıb ki, Müşfiq müəllim ayıbdır. Görək nə söz var o. İtə qurda, sən çox fikir vermə. At bloka geçsin. Ehtiyac yoxdur elə şeylərə. Müşfiq bəy, axşamınız xeyir. Salam, axşamınız xeyir olsun. İzləyicilərinizə salamlayıram. Müşfiq bəy, sizdən baş ağrısı olmasın. Bir şey soruşmaq istəyirəm. Bu mülki məsələlərdə borcla bağlı iddia müddəti nə qədərdir? Müqavilələrdən irəli gələn öhdəliklər üzrə 3 ildir. Mənim başıma belə bir hadisə gəlib. Mən 2014-cü ildə avtoqəziyə düşmüşəm. Yəni xəsarət alanda mən olmuşam, məni vurublar öz yolumda. Cari ilin məhkəməsi olub, rayon məhkəməsi. Məhkəmə deyib ki, yəni hər kəs özünə dəymiş ziyanı ödəyirsə, məsəl üçün, heç kim bir-birinə şikayətçi deyil. Əsas xəsarət zərər çəkən mən olmuşam. Hadisə olub 2014-cü ilin martında, 2021-ci ilin iyun ayında rayon məhkəməsi qərar çıxardı və təkcə sığorta tərəfindən elə bir məndən 5500 manat pul tələb olunur. Dəfələrlə müraciət eləməyimə baxmayaraq atəşkə sığortanın özünə xahiş edib o sənədlərin nəyin əsasında mənə 5500 manat cərimə kəsilib. Özümün də məsəl üçün nə mülküm var, satılıb veriləsi, nə bir şeyim var. Onunla bağlı mən 2021-ci ildən bu günə qədər mənim ölkədən çıxışıma qadağa qoyulub. Özümün də 6 övladım var. Başqa bir dövlətdə. Hal-hazırda gətirmişəm, 3'ü burada yanımdadır, 3'ü orada Qazaxıstandadır. Bununla bağlı dəfələrlə müraciətim olub atəşkəs sığortanın özünə. Burada məhkəmə qərarı var. Məhkəmə qərarı da icra olunmalıdır da. Ona görə stop qoyulub da sənin çıxışına. Yəni deyirəm, hadisə olub 2014-cü ildə, məhkəmə qərar verib 2021-ci ildə. Mən məhkəmədə iştirak eləməmişəm. Məsələ odur ki, iddia müddəti keçsə belə, iddia müddətinin tətbiq olunması barədə siz ərizə verməlisiniz. Əgər elə bir ərizə vermirsinizsə, o zaman məhkəmə ümumi əsaslarla işə baxır. Yəni maraqlı olan tərəf siz orada iştirak eləməliydiniz və məhkəmə hazırlıq iclasında ərizə verməliydiniz ki, burada iddia müddəti keçib, xahiş edirəm iddia müddətinin keçməyini nəzərə alıb işə xitam verəsiniz. Elə bir ərizə yoxdursa, məhkəmə ümumi qaydada işə baxılmağa davam edir. İndi bir o ərizəni siz verməliydiniz. Qarşı tərəfə zaten sərf eləyir elə bir ərizə. 2021-ci ildə mən burada olmamışam. Pandemiya dövrü olduğuna görə burada olmamışam. Yəni gəliş gediş olmayıb həmin dövrdə. Hər il Azərbaycana Sizin onda məhkəmə qərarından xəbəriniz olmayıb da? Olmayıb, bəli, məhkəmə qərarından xəbərim olmayıbdır. İndi bu halda siz o məhkəmə qərarını əldə elədiyiniz vaxtdan bir ay müddətində apellyasiya şikayəti verməlisiniz. Verdim. Apellyasiya məhkəməsində ərizə verməliydiniz ki, iddia müddəti tətbiq olunsun.
Biz bunu birinci instansiya məhkəməsində ona görə eləyə bilməmişik ki, həmin məhkəmədən bizim xəbərimiz olmayıb. Verdim, Müşfiq bəy verdim. O şeydən qərardan xəbərim olan vaxtı 2020-ci ilin iyun ayında qərar verilib, 2021-in aprel ayında Azərbaycana gəlmişəm mən. Həmin 2021-ci ilin iyun ayında da elə bir o qərarı əlimə alanda, İcra və Prokurorluq şöbəsinə qərarı əlimdə alanda Gəncə şəhər apellyasiya məhkəməsinə siz dediyinizlə bağlı o cür şikayət ərizəsi verdim mən. Bildim qardaş, zəhmət olmasa o televizorun səsini aşağı elə də. Orada futbola baxırsan, sənin orada vurulan qollarının səsi bura gəlir. Üzürü sayın. Uşaq baxır futbola. Yəni verdim. Həmin il elə bir qərarı alan müddətdə bir həftə ərzində Gəncə şəhər apellyasiya məhkəməsinə şikayət verdim bununla bağlı. Apellyasiya nə qərar qəbul elədi? Apellyasiya məhkəməsi heç nə qərarı qüvvədə saxladı. Orada iddia müddətinin tətbiqi barədə ərizə verdin? Verdim. Və nə dedi? Ona nə deyin əsaslandırdı ki, iddia müddətindən bağlı? Nə dedi orada? Deməli, mənim özüm əslən Qazax rayonundan qeydiyyatım üzrə də, amma Bakı şəhərində yaşayıram. Daim elə bir yaşadığım yer Bakı şəhəridir. Mən Gəncədə apellyasiya məhkəməsi həmin o siz dediyinizlə bağlı bütün, yəni ki, bu iddia müddəti keçəndən sonra qərar tətbiq olunub. Mən özüm məhkəmədə iştirak eləməmişəm, Azərbaycanda olmamışam, pandemiya dövrü olub, gəliş-gediş olmuşdu. O qərarı Bakı şəhər hal-hazırda faktiki yaşadığım Xəzər rayon məhkəməsinə göndərilib. İddianı qüvvədə saxlayıb. Başa düşdüm. İddia müddətinin tətbiqi ilə bağlı məsələyə məhkəmə nə qiymət verib qərarında? Qərarında o qərarı indi burada İcra və Prokurorluq şöbəsindədir. Dərd orası İcra və Prokurorluq şöbəsindən də Gəncə şəhər apellyasiya məhkəməsi verdiyi qərarı ala bilmirəm mən. Ay qardaş, get məhkəmənin özündən al da, probasiya şöbəsindən niyə alırsan ki? Çünki qərar gəlib burada Prokurorluq şöbəsindədir. Həmin o Ay qardaş, başa düşdüm də, o qərar sənə də gəlməlidir. Sənə gəlməyibsə, get məhkəməyə ərizə yaz, qərarı bir surətini götür, gör orada məhkəmə nə deyin əsaslandırıb bunu. Onu oxu ondan sonra. Bəlkə orada elə bir qanunsuz qərar qəbul edib ki, ali məhkəməyə şikayət versən ləğv olunacaq. O qərarı ələ alıb oxumaq lazım. Bir dənə məsləhəti, sizdən məsləhət almaq istəyirəm, bununla bağlı ali məhkəməyə şikayət verə bilərəm. Çünki mənim 6 övladım var. 12 saat Başa düşdüm, qardaş, ali məhkəməyə şikayət verə bilərsən. Hələ sən qərarda nə yazılmağından xəbərin yoxdur. Mən indi Gəncə şəhər apellyasiya məhkəməsinə gedib o qərar almam, yoxsa Xəzər rayon faktiki yaşadığım ünvan üzrə İcra və Prokurorluq şöbəsinə? Gəncə şəhər apellyasiya məhkəməsinə get, ərizə ilə müraciət elə, qərarın surətini götür orada. Ondan sonra ali məhkəməyə müraciət eləmirəm. Əlbəttə, o qərar sənin əlində olmalıdır ki, bir tanış olasan ki, bu qərarda hakim nə yazıb, nəyi nə cür əsaslandırıb, biz nədən şikayət eləyək? O havadan elə şikayət eləmək olmur ki, gərək rəsmi sənəd əlində ola, baxasan görərsən ki, bu qərarda hansı hissəsindən şikayət vermək olar, hakim düzgün qiymət verib, verməyib, bir götürüb vəkillə məsləhətləşməlisən. Amma bu elə havadan olmur bu işlər. Sizə bir söz deyim, mən Gəncə şəhər apellyasiya məhkəməsində özüm zalda iştirak eləmişəm orada. Bunu ilk dəfə Qazax rayon, yəni qeydiyyatı üzrə olduğum birinci İcra və Prokurorluq şöbəsində mənə də icraçı verəndə dedi ki, bu qüvvədən düşüb də bunun iddia müddəti bitib. Lakin burada olmadığına görə Qazax rayon məhkəməsi bunu kəsib. Məhkəmədə görürsən, mən deyəni deyib də sənə. İndi sən apellyasiyada ərizə verirsən. Apellyasiya şikayəti verdim. Apellyasiya məhkəməsində iştirak elədim. Bütün ətraflı soruşdular, nətər olub, hadisə nətər olub, bütün təfərrüatı danışandan sonra qərar verdi, xitam qərarı. Mən də rahat oldum, çıxdım, gəldim Bakıya məsəl üçün. 6 ay sonra avtomatik burada Xəzər rayon İcra və Prokurorluq şöbəsi zəng edib təkrar mənə çağırdı ki, atəşkəs sığortanın 5000 manat borcunu ödə. Eyni vaxtda da həmin vaxtda aliment problemim vardı, aliment ödəyirdim. Alimenti ödədim, qutardım. Aliment bitəndən sonra dedi ki, bu 5000 manatı ödə. Dedim ki, bəs mən bu 5000 manatını Gəncə şəhər apellyasiya məhkəməsində xitam verilib daha bu işə. Bir ay sonra
Xəzər rayon məhkəməsindən şey gəldi, SMS gəldi ki, sizi sabahlanım 11:30-da məhkəməyə dəvət edirik. Mən getdim məhkəməyə 11 tamamda. Artıq vaxtımı gözlədim, məhkəmədən cavab verildi ki, sizin məhkəməniz keçirilir. Dedim, bəs mən buradayam, 11:30-da yazılıb burada. Mən